Salam uşaqlar, mövzumuz 1846-cı il 6 dekabr respektidir. Bilirsiniz, 1844-cü ildə Cənubi Qafqaz canişini yaradıldı və rəhbəri də Vorontsov təyin edilir. Çar 1. Nikolay, çarizmin aqrar siyasətinin istiqamətini müəyyənləşdirmək üçün göstərişlər verir. Qafqaz canişini, ali müsəlman təbəqəsi mülkiyyət hüquqları ilə bağlı layihəni çara təqdim elədi və nəticədə 1846-cı il 6 dekabrında Nikolay bu layihəni respekt, yəni qanun gücündə olan sənəd kimi imzalayır. Bu qanunda tiyul mülk torpaqları eyni kateqoriyaya daxil edilir. Azərbaycan feodallarının torpaq hüquqlarının güclənməsinə əlaqədar yeni bir mərhələ başlayır bununla da. Ali müsəlman silki, yəni bəylər, ağalar, öz mülklərini və tiyul torpaqları üzərində tam irsiyyət hüququ aldılar, yəni irsi mülkiyyət hüququ alacaqlar. Azərbaycan feodalları, bəyləri, ağaları, Rusiya zadəganları kimi öz mülklərini istifadə edə bilərlər, sata bilərlər, bağışlaya bilərlər və irsdən vermək hüququ əldə etdilər. Nəticədə ali müsəlman təbəqəsi yalnız torpaq hüququ baxımından Rus zadəganları ilə eyni bərabər hüquqlar qazandı. Bununla da hökumət ali zümrənin simasında özünə ciddi bir dayaq yaratmaq yolunda ilk addımı atdı. Yəni, əslində bu respektin həyata keçirilməsinin birinci səbəbi bundan ibarətdir ki, bəy və ağalar Rusiyanın tərəfinə keçsinlər, yəni onların yanında olsunlar ki, üsyanlar, 30-cu il üsyanlar təkrar baş verməsin. Lakin bütün imperiyada olduğu kimi hüquqi sövdələşmə əsasında feodallar torpağı yalnız ali müsəlman silkinə verə bilərdilər. Belə çıxır ki, aşağı təbəqələr, yəni feodal olmayan təbəqə torpaq mülkiyyətçisi ola bilməzdi. Kəndli qrupları var idi, bilirsiniz, rəyyət, rəncbər, elat və s. adlandırılırdı. Bu kəndli qrupları ləğv edildi. Yerində vahid bir adla mülkədar təbəqəsi adlandırıldı. Mülkədarlara kəndlər üzərində polis, inzibati məhkəmə hüquqları verildi. Təbii ki, Rusiya bunun əvəzində feodallardan çarizmə sədaqətlə xidmət tələb elədilər. Və beləliklə bu islahat Azərbaycan bəy və ağalarını torpaq hüququ baxımından Rusiyanın bəy və ağalarına bərabər etdi. Təəssüf ki, heç bir hüquqi və idarə etmə gücünə malik olmadılar lakin.